Bu avtomobili alanlar çox razı qalır. Gəlin baxaq görək 2015-2019-cu illərdə istehsal olunmuş Kia Sorento modellərini almağa dəyər yoxsa yox? Fikirlərinizi də sonda bildirməyi unutmayın. Bildiyiniz kimi ölkəmizdə son zamanlarda bu avtomobil çox populyardır. Daha çox sifarişlər bu yönlərdə olur. Bu modellərin qiymətinə görə, geniş salonuna görə, rahat askı sistemi və zəngin komplektasiyası ilə seçilirlər. Ümumi ortalama qiymətləri Koreyadan sifarişi 28-42 min manat arası dəyişir. Əlbəttə ki, bu aradakı fərq avtomobilin komplektasiyasından və avtomobilin öz vəziyyətindən asılı olaraq dəyişir. Komplektasiyaya gəldikdə isə çox zəngin komplektasiya ilə təsis olunub. El arasında desək 2015-17-ci ilin yarısına qədər 2 lupalı, 2017-ci ilin ikinci yarısından 2019-cu ilə qədər, 2019-cu ilin birinci yarısına qədər isə 3 lupalı istehsal olunur və 2 lupalıların ən full komplektasiyası Noble Special, 3 lupalıların ən full komplektasiyası isə Master Special olaraq tanınır. Ən full komplektasiyalarda GPS sistemi, yaddaşda oturacaq elektron əylə sistemi, drive modlar, 360 kamera, elektron pribor, elektron bagaj, 5 yerlik təchiz olunur, 7 yerlikdə təchiz olunur, panorama lük, daha sonra paxlava salonu olur, qəhvəyi salonundan olur, qara salondan olur və bir çox komplektasiyalar var bu avtomobildə. Həm də onu qeyd edeyim ki, zolaq tanıması və kör zona sensorları ilə də təchiz oluna bilirlər. Mühərrikə gəldikdə isə daha çox istəyirəm ki, 2 motor və 2.2 dizel CR-DI mühərriklərindən danışım. Çünki bildiyiniz kimi Koreyadan avtomobil ixal etdiyimiz üçün və daha çox bu yöndə sifarişlərimiz olduğu üçün bu mühərriklərdən danışmaq istəyirəm. İlk növbədə 2.2 dizel mühərrikləri 200 at gücü və 441 Nm fırlanma anı hasil edir. Və bu da sərfiyyatına gəldikdə isə 8-10 litr şəhər içi, 6-7 litr isə trasda sərfiyyatı olur. Müsbət cəhətləri yaxşı dartma qabiliyyəti, ekonom olmağı və dözümlülüyüdür. Yaxşı qulluq olunsa əgər bu mühərriklərə 400 min, 500 minə kimi bir xərc tələb etmir. Yəni rahat şəkildə 400-500 min sürmək olur. Mənfi cəhətləri isə turbo injektorlar və YGR sisteminin yüksək yürüşlərdə, yəni daha çox yürüşlərdə biraz maliyyə cəhətdən problem yaratır. Yəni biraz xərc tələb etdiyi görünür. İki mühərriklər isə 186 at gücü və təxminən 402 Nm fırlanma anı hasil edir ki, bu mühərriklər, yəni 2 litrlik dizel mühərrikləri 2.2 litrlik dizel mühərriklərinə baxdıqda biraz daha ekonomdur. 7.5-9 litr şəhər içi, 5.5, 6.5 litr isə trasda sərfiyyat olur. Amma uzun məsafələrdə və yüklü avtomobillərdə 2.2 mühərrikə baxdıqda biraz gücün az olduğu hiss olunur. Ona görə də daha çox 7 yerlik Sorentolarda daha çox 2.2 dizel mühərriklərindən istifadə olunur. Və 2018-ci ildən sonra 2017-ci ilin daha doğrusu ikinci yarısında 2018, yəni 3 lupa Sorentolarda AdBlue bəzi modellərində də AdBlue ilə təchiz olunub avtomobil. AdBlue dizel qazlarının təmizlənməsi üçün istifadə olunur və vaxtında qulluq olunmalıdır. Yəni vaxtında doldurulmalıdır bu sistemlər. Çünki vaxtında doldurulmasa və qulluq olunmasa bu avtomobildə xəbərdarlıq verir və müəyyən hallarda mühərrikin işə düşməsində məhdudiyyət yarada bilir. Yəni buna biraz diqqət etmək lazımdır. Doğrusu bizdə, yəni bizim sürücülərimiz çox da tərcih etmirlər AdBlue-nu. Daha çox 2 mühərrik AdBlue-suz və yaxud da ki 2 çəkən Sorentoları tərcih edirlər. Mənim fikrimcə 2 və 4 çəkən arasında böyük də bir fərq yoxdur. Onda bir təhlükəli bir məqam yoxdur. Amma ki əgər AdBlue-nu düzgün istifadə edə bilməyəcəksinizsə, mən məsləhət görərdim ki, daha çox yəni sadə mühərriklərə üstünlük tutasınız. Yəni 2 və 2.2 mühərriklərə, AdBlue-su olmayan mühərriklərə. Amma yox, vaxtı-vaxtında dolduracaqsınızsa, AdBlue da gözəl bir şeydir və bu avtomobillər üçün vacib sayıla bilir. Sizin də fikirlərinizi bilmək istəyərdim. İstifadə edənlər, yəni bu avtomobilləri sürənlər digərlərinə nə məsləhət görərlər? Almaq yaxşıdırmı, yoxsa bəzi mənim bilmədiyim də daha çox mənfi xüsusiyyətlər varmı? Bunu da zəhmət olmasa komment hissəsində bildirin ki, digər sürücülərimiz və bu avtomobil sifariş vermək istəyənlər maariflənə bilsinlər.